Herkese salam. Bugün sizinle Bakı-Şəki istiqamətində qatar səyahətimizi paylaşacağım. Edirəm sizlər üçün faydalı bir post olar. Qatarda 3 kateqoriya mövcuddur. Standart plus və biznes kateqoriyası. Standart 18 manat 10 qəpik, standart plus 29 manat 40 qəpik, biznes isə 77 manat 40 qəpikdir. Bu qiymətlər hal-hazırda olan qiymətlərdir. Bayram günləri və həftə sonları qiymətlər biraz yüksək olur. Bir saat öncədən vağzalda olmaq kifayətdir. Hər kəs 36 kiloqramlıq əl yükü apara bilər, lakin çalışın əl yükünüzün həcmi biraz kiçik olsun, qoymaq üçün bir o qədər də böyük yer yoxdur. Biz gedişdə standart plus kateqoriyasından yer götürmüşdük. Gördüyünüz kimi burada 4 yataqdan ibarətdir. Hər kəsin yatağının üzərində təmiz yataq dəstləri qoyulub və həmçinin belə qutuda göz bandı, diş dəsti qoyulmuşdu ayrıca. Beni tərk etmədən öncə yataq dəstini təmizləyib nəzarətçiyə vermək lazımdır. Bileti alan zaman çalışın, yerləri dəqiq seçin. Yuxarı yoxsa aşağı zonanı istəyirsiniz. Çünki sonradan dəyişmək mümkün olmur. Mənə görə aşağı tərəfdə yatmaq daha rahat idi. Çünki yuxarıya qalxıb düşməyə biraz çətin olur və mən məsləhət görərdim ki, eyni kupedə siz və yaxınlarınız olasınız. Digər şəxslər və sizin uşaqlarınız eyni kupedə olduqda biraz səyahət narahat keçir. Burada bizə yemək olaraq səndviç və meyvə suyu verilibdir. Bir əlli çəkmək çox çətindir. Səndviçlərin tərkibi fərqli olur. Şimdi biz 2 dəfə çay yaxud kofe sifariş verə bilərik. Bu ödənişsizdir. Əgər yenidən istəsə ödənişli sifariş etmək mümkündür. Həmçinin menyu vasitəsilə də menyuda olan yeməkləri sifariş etmək olur. Vağzala çatdıqda sizi taksi problemi heç düşündürməsin, çünki taksilər çox olur hədsiz. Həmçinin siz Bolt vasitəsilə də sifariş verə bilərsiniz. Oteli rezerv edən zaman əgər bildirsəniz ki, qatarla səyahət edirsiniz və bayram günləri deyilsə, sizi otel daha erkəndən otağa qəbul edə bilir. Əgər siz bir günlük belə səyahət planlayırsınızsa, yenə də məsləhət görərdim ki, bir otaq tutasınız. Çünki saat 6-da Şəkiyə çatırsınız və havanın işıqlanması sizin oranı gəzmək üçün biraz müddət lazımdır. Şəkidən dönüşdə yarım saat öncədən stansiyada olmağınız kifayətdir. Çünki bura çox köhnə idi və gözləmək üçün yer yox idi. Su soyuqdur və uşaqlarla getmişsinizsə mütləq nəzərə alın. Biz dönüşdə kateqoriyasına yer götürmüşdük. Gördüyünüz kimi bura digərindən daha böyükdür və yataqlar biraz digərindən komfortlu idi. Yemək olaraq da burada biraz fərqli idi. Salat, meyvə şirəsi, kükü, kek və çörək verilmişdi bizə. Həmçinin burada çay və yaxud kofe limitsizdir. İstədiyiniz qədər içə bilərsiniz. Gediş və dönüş zamanı hər ikisində də Wi-Fi-də qırılmalar çox olurdu. Nəzərə alsaq ki, hər dəfə müxtəlif regionlardan keçirik. Ona görə bu problem ediləsi bir şey deyil. Bəyənmədiyimiz tək nüans gediş zamanı kupenin dəhşət çox isti olması idi. Buna görə də mütləq özünüzə nazik geyim götürün. Bu bizim Bakıda ilk qatar səyahətimiz idi və mən həmçinin uşaqlar çox bəyəndik və burada çalışdım sizinlə hər şeyi paylaşım. Əgər nəsə bir sualınız olsa, rey bölməsinə və mesaj bölməsinə yaza bilərsiniz. Hələlik növbəti vloqlarda görüşənədək.